Salam, gəlin bir dəqiqəyə Sokotraya səyahət edək. Yəmənə aid olan Sokotra adası dünyanın ən qədim yerlərindəndir. Hind okeanında yerləşən bu ada milyonlarla il materikdən ayrı qaldığı üçün orada rast gəlinən canlıların böyük hissəsi, təxminən 1/3 dünyanın başqa heç bir yerində yoxdur. Məhz buna görə UNESCO Sokotranı dünya irsi siyahısına daxil edib. Adanın ən məşhur simvolu əjdaha qanı ağacıdır. Bu ağacın qırmızı rəngli şirəsi qədim dövrlərdə dərman, boya və hətta yara sağaltmaq üçün istifadə olunurdu. Yerli əfsanələrdə bu qırmızı mayenin əjdaha qanı olduğu inanılır. Buradakı Hog Cave mağarası isə təxminən 3 kilometr uzunluğundadır və içərisində min illər əvvələ aid yazılar aşkarlanıb. Sokotranın bəzi çimərliklərində gecələr dənizdə bioluminesensiya, yəni suyun mavi işıq saçması kimi nadir təbiət hadisəsini görmək mümkündür. Sokotra sübut edir ki, yer üzündə kəşf edilməyi gözləyən sirli dünyalar hələ də var. Növbəti səyahətlərdə görüşənədək.